Neftin pulundan xalqına. Bəli, indi bəs nəyi deyirəm dostlar? Məsələ burasındadır ki, bu şərəfsiz, bax, həmən o şeydən, Gültəkindən, onun hayfını çıxır. Sizin yadınızdadır ki, yoxsa Gültəkin kimdir, siyasi figurdur, o qədər güclü siyasi figurdur, bir şey deyil. Hər cəbhədə gəlib şeydən, deyək ki, yapdan inciyəndən sonra küsüf gəlib oturub orada. Yəni, qadın da, yəni, siyasətçidir. Yəni, nə var o yığışda demişdi ki, bəs neftin də qiyməti düşür, görək bunlar nə edəcək? Və biraz da gülmüşdülər, ələ salmışdılar. Bu, buna çox böyük təsir edir. Sevinirlər, deyir, neftin qiyməti. Sevinəcək də. Kişi, xalq sevinir, xalq bu saat əlini göyə açıb Allahdan yalvarır ki, bu neft tutarsın ki, səni rədd eləsinlər, gedəsən ölkədən. Və onun hayfını alır ondan. Məsələ budur. Yəni, indi gəlin bunun baxın, indi burada bir nəfər cavan oğlandır. Yəni, bizim hər birimiz, mən ümumiyyətlə dostlar, qoy buna baxaq, dəyəcəm. Evet, cəmaatı görünəcünə qoyurlar, hep. Ne sözümüzü deməyə ixtiyarımız çatmır bizi. Yoksa ağzımıza su alıp da mummalıyıq da, danışmaq olmaz. Başıma qapaz da vursa, ağzımı yum, danışma. Mən nə eləyəcəm, sən kəs səsini danışma. Niyə? Niyə haqq mənə dil verib, ağzımı açım, beyin verib. Yoksa bu dünyada, bu dövlətdə düşünən insanlara yeri yoxdur, elə mi? Qaçaq gedək. Gəldilər, həmən gəldilər götürməyə, ona görə ki, danışmaq olmaz. Və İlham Əliyev bunu açıq deyir, deyir ki, qardaş, bizdə belədir. Kim istəyir yaşasın, kim istəyir nökərçilik edə bilir. Məsələ burasındadır ki, ay kişilər nökərçilik eləyənə də pul vermirlər. Məsələ burasındadır. Bir dəmir İlham var idi, ölü budacından deyirdi ki, bəs İlhamla öyrəli. Yaşasın İlham Əliyev qorxusundan. Cavan oğlandır. Mən ona görə deyirəm, dostlar. Mən hər dəfə çox demişim, bu saat Azərbaycanda münbit şərait yoxdur. Mən heç, indi deyirlər ki, ay, müxalifət filan, Əl-Kərimli hakimiyyət. Ay ki, bu saat Azərbaycanda müxalifət zamanı deyil. Gördüm səsini çıxardı, 2 dəqiqə çəkmədi ha. Bu lentin özü haradasa 32-33 saniyədir. Yazıq gedir, öyle baxır ki, cəmaat acından ölür, gəlir dərdin ismini cəmaatın arasında nəsə desin, həmən boynlayıb aparırlar. Yəni, ölkədə vəziyyət budur. Mən ona görə deyirəm, əziz qardaşlarımız, biz ev, küçə, kənd, oba, rayon, şəhər təşkilatlanmalıyıq. Təşkilatlanmaq da necə? Mən demirəm ki, siz hərəniz bir təşkilat yaradın falan, yox. Kəndin ağsaqqalları var. Biz bunu eləməliyik. Biz istəsək də, istəməsək də. Kişilər. Biz bunu eləməliyik. Bəs mən dünən yox sırağa gün o yaşlı qadın Şuşaya gedib o çay içmək 35 manata İlham Əliyevin Türkiyədən alıb gətirdiyi dərinin qiymətinə bir çaynik çay. Mən 35 manat təsəvvür edin. 35 manat o vaxtı haradasa 78-dən götürəndə deməli haradasa 40 euro, 40 dollar eləyirdi. Mən 40 dollara layka dəri pencək alıb gətirmişdim Türkiyədən. İndi İlham Əliyev həmən dəri alver elədiyi o dəri kurtqanın qiymətinə Şuşada Azərbaycan xalqına çaynikini 35 manata satır. Əgər bu torpağı biz almışıqsa, əgər bu torpaq bizimdirsə, sən bizi turist kimi oraya aparıb 35 manata niyə çay satırsan, kişi?